Hər vaxtınız xeyir olsun yoldaşlar. Bu gün mən sizə 15 yanvar tarixində təşkil olunmuş dövlət qulluğu imtahanından qanunvericilik fənninə aid olan B-A kateqoriyası üzrə imtahan suallarının video izahını təqdim edəcəm. Bundan əlavə olaraq YouTube kanalımızda həm 15 yanvar tarixində təşkil olunmuş Asiya kateqoriyası, həm də 5 fevral tarixində təşkil olunmuş BB kateqoriyası üzrə imtahan suallarının video izahı da öz əksini tapmışdı və 15 mart tarixində keçiriləcək dövlət qulluğu imtahanında iştirak edəcək namizədlər həmin video izahlardan faydalana bilərlər. Keçək sualların izahına. Birinci sual kargüzarlıq barədə təlimata aiddir. Deməli deyir ki, təlimata əsasən sənədlərin dövriyyəsinin təşkilə bağlı doğru olan variantı müəyyən edin. A bəndi şəxsi korrespondensiya daxil olmaqla bütün zərflər açılır, onların bütövlüyü və içində olan sənədlərin mövcudluğu yoxlanılır. Şəxsi korrespondensiya istisna olmaqla olmalı idi. Yəni şəxsi korrespondensiya istisna olmaqla yerdə qalan zərflər açılır. Ona görə A bəndi yanlışdır. B bəndi bütün daxil olan sənədlərdə birinci səhifənin arxa tərəfinin yuxarı sol küncündə qeyd ştampı vurulur. Qeyd ştampı daxil olan sənədlərin birinci səhifəsinin aşağı sağ küncündə vurulur. Ona görə B bəndi yanlışdır. C bəndi işin zərurətindən irəli gəlməyən instansiyaların və əməliyyatların sənədlərin hərəkətindən kənarlaşdırılması təşkilatlarda sənədlər dövriyyəsinin təşkilinə dair tələblərdən biridir. C bəndi testin doğru cavabıdır. İkinci sual. Konstitusiya əsasən prezident qəbul etdiyi fərmanlarla bağlı yanlış fikirləri müəyyən edin. Birinci, fövqəladə vəziyyət tətbiq edilməsi və hərbi vəziyyətin elan edilməsi barədə prezident tərəfindən qəbul edilən fərmanların qanunverici orqan tərəfindən təsdiqinə ehtiyac yoxdur. Birinci bənd yanlışdır, çünki 95-ci maddədə, yəni Milli Məclisin həll etdiyi məsələlərlə bağlı olan maddədə qeyd olunub ki, Konstitusiyada nəzərdə tutulmuş hallarda prezident fərmanlarının təsdiqi. Ya həmin fərmanlar da fövqəladə vəziyyət və hərbi vəziyyətlə bağlı olan fərmanlardır ki, həmin fərmanları Milli Məclis, yəni qanunverici orqan təsdiq etməlidir. Burada siz deyirik ki, təsdiqinə ehtiyac yoxdur. Ona görə biri götürürük. İkinci, prezidentin fərmanları bir qayda olaraq dərc edildiyi gündən qüvvəyə minir. Prezidentin fərmanları əgər özündə başqa qayda nəzərdə tutmayıbsa, dərc edildiyi gündən qüvvəyə minir. Ona görə də ikinci bənd də yanlışdır və testin doğru cavabı da D bəndi olacaq. Üçüncü sual. İnsan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya qanununa əsasən insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasına aiddir. A bəndi vətəndaşların təşəbbüs qrupları və ya həmkarlar ittifaqları insan hüquqları pozulmuş şəxsin razılığı olmadan müvəkkilə şikayət verə bilməzlər. Bu yanlış bənddir. Çünki insan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda vətəndaşların təşəbbüs qrupları ya da ki, həmkarlar ittifaqları razılıq almadan da şikayət verə bilərlər. O halda razılığını almaq mümkün olmaz ki, hüquqları pozulmuş şəxslərin həmin şəxs vəfat eləyə bilər, yaxud da fəaliyyət qabiliyyətini itirə bilər. Bu hallarda razılığını almadan da vətəndaşların təşəbbüs qrupları yaxud da həmkarlar ittifaqları şikayət verə bilərlər. Ona görə A bəndi yanlışdır. B bəndi dövlət orqanları qanunla nəzərdə tutulmuş hallarda müvəkkilə şikayət verə bilərlər. Ümumiyyətlə, dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər. Deməli, B bəndə çıxır. C bəndi şikayət ərizəsinin hüquqlarının pozulduğu gündən 2 il müddətində verilə bilər. 2 il yox, 1 il müddətində verilə bilər. D bəndi qarnizon hava vaxtlarında saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir. Bizdən də doğru olan cavabı soruşduğu üçün testin də doğru cavabı D bəndidir. Dördüncü, Konstitusiya əsasən qanunvericilik təşəbbüsü hüququ ilə bağlı düzgündür. A bəndi Azərbaycan Respublikasının istənilən 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququ var. Bu yanlış bənddir. Çünki seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququ var.
B bəndi qanunvericilik təşəbbüsü hüququ olan subyektləri Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdikləri qərar layihəsində onun qəbul edilməsinin məqsədləri göstərilməlidir. Testin doğru cavabı da B bəndidir. Çünki 96-cı maddənin 7-ci bəndi qeyd olunub ki, qanun yaxud da qərar layihələri əsaslandırılmalıdır və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. Ona görə B bəndi doğru cavabdır. 5-ci. Məlumat azadlığı haqqında qanuna əsasən açıq məlumatın əldə edilməsinin təmin edildiyi yollara aiddir. A bəndi dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin məhdudlaşdırılması ilə. Bu yanlışdır. B bəndi mediada, o cümlədən mətbuatda dövlət senzurası vasitəsilə. Bu konstitusiyada qeyd olunub ki, mediada dövlət senzurası qadağandır. C bəndi vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar istisna olmaqla digər hadisələr barədə əhaliyə dərhal məlumat verilməsi yolu ilə. Bu yanlış bənddir. Çünki bura vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar istisna deyil. O hallarda belə əhaliyə dərhal məlumat verilməsi yolu ilə açıq məlumatın əldə edilməsi yolları təmin edilir. Ona görə C bəndi də yanlışdır. D bəndi ictimai informasiya mərkəzləri kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə. Deməli, testimizin doğru cavabı D bəndidir. Dövlət dili haqqında qanuna əsasən dövlət dilinin nəşriyyat işində işlənməsi qaydaları haqqında yanlış müddəaları müəyyən edin. A bəndi dövlət dilinin nəşriyyat işində işlənməsi qanunvericiliyə əsasən həyata keçirilir. Bu doğrudur. Azərbaycan yazı mədəniyyəti tarixində mühüm rol oynamış ərəb əlifbasından xüsusi hallarda istifadə edilə bilər. Amma burada mötərizədə yazılan birləşməyə diqqət yetirin. Rəsmi və vahid nümunəli sənədlərin tərtibində. Bu artıq yanlışdır. Çünki rəsmi və vahid nümunəli sənədlərin tərtibində latın qrafikalı əlifbadan istifadə edilir. Xüsusi hallara bu aid deyil. Xüsusi hallara lüğətlərdir, elmi nəşrlərdir, ədəbiyyat göstəricilərdir, bunlar aiddir. Ona görə də B bəndi testin yanlış bəndidir. Sonra dövlət qulluğu haqqında qanuna əsasən bu qanunun tətbiq dairəsi barədə uyğunluğu müəyyən edin. Deməli, uyğunluq tipli testi şamil olunur. Daha sonra yazıb bu qanunda başqa hal nəzərdə tutulmamışdırsa şamil olunmur. Deməli, biz qanunun şamil edildiyi subyektləri tapmalıyıq birinci. Deməli, bura aiddir Milli Məclisin sədrinin müşavir və köməkçisi, bir də İnsan Hüquqları üzrə vəkilin regional mərkəzinin rəhbəri və müavini. Deməli, A-ya 2-3 uyğun gəlir. Digərlərinə də ki, 1 ilə 4 uyğun gəlir. İkinci maddədə qeyd olunub. Yəni, dövlət qulu haqqında qanunda başqa hal nəzərdə tutulmayıbsa, qanun Hesablama Palatasının sədrinə şamil edilmir. Sonra Mərkəzi Seçki Komissiyasının sədrinə şamil edilmir. Testin doğru cavabı da A bəndi olacaq. Növbəti situasiya tipli tapşırıqdır. A mülkiyyətindəki 2 mərtəbəli iaşə obyektinin əsaslı təmirini padratçı B-yə tapşırsa da, o öhdəliklərini düzgün yerinə yetirmədiyindən tərəflər arasında yaranmış insident nəticəsində B-yə xəsarət yetirir və hadisə ilə bağlı hüquq mühafizə orqanında cinayət təqibi başlanır. Hüquq mühafizə orqanı A-nın razılığı olmadan məlumat toplayaraq dərhal ona qarşı ittiham irəli sürür. İbtidai istintaq mərhələsində deyil, yalnız məhkəmədə aid dövlət hesabına müdafiəçi təyin olunur. Azərbaycan Respublikasının konstitusiyasına əsasən A-nın hansı hüququnun pozulduğunu müəyyən edin. Deməli, burada diqqətli olaq. Situasiya mətnində bizim cavabımızın açar sözü baxın bunlardır. Deməli, A-ya qarşı ittiham irəli sürülür. Deməli, səlahiyyətli dövlət orqanı tərəfindən şəxs ittiham olunub cinayətin törədilməsində. Və sonra deyir ki, ibtidai istintaq mərhələsində deyil, yalnız məhkəmədə aid dövlət hesabına müdafiəçi təmin olunur.
Konstitusiyada qeyd olunub ki, səlahiyyətli dövlət orqanları tərəfindən cinayətin törədilməsi ittiham olunan andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir. Amma adlı şəxsin cinayətin törədilməsində ittiham olunduğu anda müdafiəçinin köməyindən istifadə etmək hüququ məhdudlaşdırılıb burada. Və D bəndinə diqqət yetirsək, cinayətin törədilməsində ittiham edildiyi andan müdafiəçinin köməyindən istifadə etmək hüququ pozulub. Ona görə də D bəndi testin doğru cavabıdır. 9-cu. Elektron imza və elektron sənəd haqqında qanuna əsasən sertifikat xidmətləri üzrə sənədlərin saxlanması ilə bağlı tələblərə uyğun olaraq sertifikat reyestrdən hansı halda çıxarılır? A bəndinə baxaq. Sertifikat xidmətləri mərkəzində saxlanma müddəti bitdikdən sonra elektron imza və elektron sənəd haqqında qanunun 15-ci maddəsinə aiddir. 10-cu sual. Konstitusiyaya əsasən Milli Məclisin deputatlarından başqa digər qanunvericilik təşəbbüsü hüququ subyektləri tərəfindən qanunverici təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilmiş qanun və ya qərar layihələri neçə ay ərzində səsə qoyulur? Doğru cavab 2 ay ərzində. Növbəti. Konstitusiyaya əsasən prezident səsvermədə iştirak edənlərin hansı səs çoxluğuyla seçilir? Yarısından çoxunun səs çoxluğu ilə. C bəndi testin doğru cavabıdır. 12-ci sual. Dövlət orqanlarında dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğin müəyyənləşdirilməsi və ödənilməsi qaydasına əsasən dövlət qulluğunda aylıq 1000 manat vəzifə maaşı və vəzifədə qulluq stajına görə hər ay 100 manat əlavə haqq ödənilən dövlət qulluqçusunun qulluq stajının müddəti neçə il ola bilər? Deməli, burada nəyə diqqət yetiririk? Dövlət qulluqçusunun maaşı 1000 manatdır, 100 manat da əlavə haqq ödənilir. Demək ki, vəzifə maaşının 10% məbləğində əlavə haqq ödənilir. Deməli, 100 manat 1000 manatın 10%-dir və 10% məbləğində əlavə haqq nə zaman ödənilir? Əgər şəxsin 5 ildən, yəni dövlət qulluqçusunun 5 ildən 10 ilədək qulluq stajı olduqda. Burada 1 il aid deyil, 4 il aid deyil, 11 ildə aid deyil, 7 il. Yəni 5 ildən 10 ilədək olduqda 7 il bura uyğun gəlir. Daha sonra 13-cü. Korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən maliyyə xarakterli tələblər barədə yanlış fikri müəyyən edin. Deməli, inzibati vəzifə tutan dövlət qulluqçularına qanunvericiliklə müəyyən edilmiş qayda vergi tutma obyekti olan əmlakı barədə məlumatları təqdim etməməsi onun intizam məclisinə cəlb olunmasına səbəb ola bilər. Bu doğrudur. Yerli özünüidarəetmə orqanlarında inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada 5500 manatdan yuxarı olan borcu barədə məlumatları təqdim etməməsi onların intizam məsuliyyətinə cəlb olunması üçün əsas ola bilər. Bu da doğrudur. Çünki yerli özünüidarəetmə orqanlarında inzibati təsərrüfat funksiyasını həyata keçirən şəxslər qanun məqsədi üçün vəzifəli şəxs hesab olunur. Və vəzifəli şəxslər 5500 manatdan yuxarı olan borcu barədə məlumatı təqdim etməməsi, yəni maliyyə xarakterli tələbə əməl etməməsi İnsan məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilər. Daha sonra vəzifəli şəxslərin mənbəyini, növünü və məbləğini göstərməklə hər ay öz gəlirləri barədə natamam və ya təhrif edilmiş məlumatları təqdim etməsi onların intizam məsuliyyətinə cəlb olunmasına səbəb olur. Hər ay yox, hər il olmalı idi. Ona görə də bizdən yanlış soruşduğu üçün C bəndi testin doğru cavabıdır. 14. Dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluğu keçməklə bağlı doğru variantları müəyyən edin. Deməli, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etdikdən sonra dövlət orqanı rəhbəri həmin şəxsi 5 günü müddətində daimi dövlət qulluğuna qəbul etməlidir. Bu yanlışdır. Çünki onlar 5 gün ərzində dövlət orqanı rəhbərinə təqdim olunurlar.
Ona görə biri çıxırıq və avtomatik cavablarımızdan bir olan variant getdi. Daha sonra sertifikat alaraq dövlət quluna qəbul edilən şəxs sonradan 2 dəfə sertifikat aldıqda sonuncu sertifikat şəxsə müddətsiz verilir. 2 doğrudur. Daha sonra yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri dövlət qulluğu haqqında qanun müddəaları nəzərə alınmaqla əmək məcəlləsindən tənzimlənir. 3 də doğrudur. Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsi mümkün olub-olmaması qabaqcadan yoxlanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yəni bu qanunda yazılıb ki, dövlət qulluğuna qəbul olunub-olunmaması qabaqcadan yoxlanılır və yoxlama qaydasını da müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Və testimizin doğru cavabı da A bəndi olacaq. Növbəti, dövlət hüquqçularının etik davranış qaydaları haqqında qanuna əsasən aşağıdakı müddəalardan yanlış olanı göstərin. Deməli, A bəndinə baxaq. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı bütün hallarda dövlət orqanının fəaliyyəti ilə bağlı, fəaliyyəti ilə əlaqədar tənqidi çıxışlardan çəkinməlidir. Bütün hallarda yox, qanunsuz fəaliyyət buna istisnadır. Burada bütün hallara qeyd edildiyi üçün A bəndi yanlışdır. Elə testin doğru cavabı da A bəndi olacaq. Daha sonra 16-cı. Konstitusiya əsasən dövlətin ali məqsədinə aid olmayan müddəanı müəyyən edin. Daha doğrusu müddəaları müəyyən edin. Birinci, əcnəbilərin dövlətin idarə olunması, iştirak etmə hüququnun təmin edilməsi bu aid deyil. Hakimiyyətin yeganə mənbəyi kimi dövlətin idarəsinin həyata keçirilməsi bu da aid deyil. Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi bu dövlətin ali məqsədinə aiddir. Dövlətin müstəqilliyini qorumaq vasitəsi kimi müharibənin rədd edilməsi bu da aid deyil. İnsan və vətəndaş hüquq bazalarının təmin edilməsi bu aiddir. Deməli, bu 15 yanvar tarixində beyaz yerə düşmüş açıq suallardır. Testin doğru cavabı 1, 2, 4'dür. Daha sonra dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluğunun əsas vəzifələrinə aiddir. Deməli, dövlət qulluqçusunun sosial müdafiəsinin, layiqli həyat səviyyəsinin təmin edilməsi bu aid deyil. Dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən qulluq funksiyalarının icrasının təmin edilməsi bu aiddir. Dövlət orqanlarının siyasi partiyaların və ictimai birliklərin strukturunun yaradılması bu aid deyil. Konstitusiya və digər qanunverici aktlar əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi bu aiddir. Doğru cavab 2 ilə 4 olacaq. Daha sonra dövlət himnindən istifadə qaydaları haqqında qanuna əsasən dövlət himni aşağıdakı hallarda mütləq ifa edilməlidir. Bu sualı ümumiyyətlə BA kateqoriyası üzrə tez-tez açıq tipli suallara salırlar. Birinci, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Azərbaycan Respublikası Milli Məclisin iclaslarına gəldiyi zaman bu yanlışdır. Prezident seçilmiş şəxsin and içmə mərasimi zamanı and içdikdən sonra bu aiddir. Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı aiddir. Hər gün televiziya və radio yayımlarının sonunda bu yanlışdır, əvvəlində olmalıdır. Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra bu da aiddir. Azərbaycan Respublikasının baş naziri təyin edilmiş şəxs Milli Məclisin iclaslarına gəldiyi zaman bu aid deyil. Testin doğru cavabı olacaq 2, 3 və 5. 19. Konstitusiyaya əsasən təqsirsizlik prezumpsiyası ilə bağlı düzgün təsbit edilmiş müddəaları seçin. Təqsirləndirilən şəxs məhkəmənin hökmü qanuni qüvvəyə minənədək təqsirsizliyini sübut etdirməyə borclu olan şəxsdir. Ümumiyyətlə bu səhvdir. Şəxs təqsirsizliyini sübut etdirməyə borclu deyil. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Bu aiddir. Hər bir təqsirləndirilən şəxs təqsiri qanunla nəzərdə tutulmuş qayda sübuta yetirilibsə, bu barədə məhkəmənin qanuni qüvvəyə hökmü olmasa da təqsirli sayılır. Ümumiyyətlə, şəxsin təqsirli sayılması üçün məhkəmənin qanuni qüvvəyə hökmü olmalıdır. Burada olmasa da təqsirli sayılır. Ona görə 3 səhvdir.
4. Heç kəsin özünə və yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilə bilməməsi təqsirsizlik prezumpsiyasına aiddir. Xeyr, bu həmin maddəyə aid deyil. Şəxsin təqsirli olduğunu əsaslı şübhələr varsa, həmin şəxs təqsirli sayıla bilməz və 5 də doğru cavabdır. Testin doğru cavabı olacaq 2 və 5. 20-ci. Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa əsasən aşağıda göstərilən anlayışların və onların mənalarının düzgün ifadə edildiyi cavabı seçin. 1-ci. Normativ hüquqi aktdan sui-istifadə imkanı. Normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu. Bu aiddir. 2-ci. Normativ xarakterli akt. Bu, Konstitusiya qanunun müvafiq maddəsində müəyyən edilmiş məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd. Bu da doğrudur. 3-cü. Hüququn analogiyası. Eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquq aktlarının ziddiyyəti uyğunsuzluğu. Bura normativ hüquq aktlarının kolliziyası anlayışının mahiyyətini yazıblar. Ona görə 3 səhvdir. Normativ hüquqi aktların kolliziyası, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması. Bu da səhvdir. Dispozitiv imkan. Orqanın, yəni şəxsin öz seçimi ilə davranış imkanı. Bu da doğrudur. Deməli, testimizin doğru cavabı olacaq 1, 2 və 5.